İlhami Elşad kızı. Bak bu xanımdır. Son vaxtlar Azərbaycanda demək olar ki, çox məşhur olmuşdu. Siz özünüz də gördünüz, şahidi oldunuz, nələr baş verdi onun tərəfdən. Gərək olmayaydı, etməyəydi. Yəni qadın əslində hər bir qadın öz evində, eşiyində, mənzilində olmalıdır, ailəsindən olmalıdır. Allah onun da qapısını açsın inşallah. Bəli, şairə xanım idi. Özünü belə təqdim edirdi. TikTokda da belə yazılıb özünü şair kimi təqdim edən narkotik itham ilə həbs edilən İlhamə Elşad qızı barəsində olan həbs qəti imkan tədbirinin müddəti uzadılıb. Yenə də deyirəm, fotosunu göstərirəm sizə. Ay, alınmadı fotonu göstərmək. Təbii ki, bura foto qoyacağım İlhamə Elşad qızının fotosunu. Bizim media APA.az istinadən xəbər verir ki, bununla bağlı təqdimata Yasamal rayon məhkəməsində baxılıb. Məhkəmə təqdimat təmin edilib və təqsirləndirilən şəxsin həbs müddəti 15 gün uzadılıb. Amma bəzi mənbələrdən informasiya almışdıq ki, mart ayı üçün yaxud da ki, aprel ayının ortaları üçün öz ailəsinə dönəcək, öz evinə dönəcək. Artıq 15 gün təkrar uzadılıb müddət. Xatırladaq ki, bilirsiniz də, xatırlayırsınız, İlhamə Elşad qızının Cinayət Məcəlləsinin 234.1-1 satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələr saxlama və ya daşıma maddəsi üzrə ittiham irəli sürülmüşdü. TikTok əməliyyatları çərçivəsində aparıcı Azər Zahid Abdullayev, Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb. İlhamı xatırlayırsınız da, Elşad qızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı idi. Özü ən fəal iştirakçılardan birisi idi. Hər bir kəsin Allah qapısını açsın, amma qanun qanundur. Hər bir kəs qanun qarşısında cavab verməlidir.